Ümumiyyətlə, mən deyərdim ki, bugünkü gün cəmiyyətimizdə cinsi maarifləndirmə yox səviyyəsindədir. Belə deyək ki, sosial şəbəkələrdə indi yəni doğrudan da axtarsın əgər maraqlı yəni materiallar var, maraqlı söhbətlər var və bu da mən bunu uğur sayıram. Amma bunu seçmək lazımdır. Bu maraqlı materialların arasında kommersiya məqsədi daşımayan, alver mənbəyi olmayan, alverə yəni yönəlmiş hadisələr olmayan mövzulara, söhbətlərə diqqət etmək daha düzgün olar. Çünki söhbət nədən gedir? Yəni insan erkən yaşda cinsi fəaliyyət olan cavanlar var. Mən məsələn 13-14 yaşında cinsi fəaliyyət olan uşaqlarla rastlaşmışam. Yəni bu yaxşı hal deyil. Çox belə bilirsən, düzgün olmayan mövzudur. Ona görə ki, yəni təmiz yetişkənlik dövründə yəni bunu kimsə də istifadə edirlər, başa düşdünmü? Və bu formada cinsi fəaliyyətdə olmağın o uşağa gələcəkdə çox bir ziyanı olacaq.